Salam, sabahınız xeyir olsun. Səhər saat 9-a qalır 15 dəqiqə. Bugün Əsmagilin sinifi ilə, valideynlərlə və müəlliməsi ilə səhər yeməyinə gedirik. Daha sonra oradan qayıdacağım. Saat 1-də də Hüseygilin vinetka çəkilişi var. Ora gedəcəyik. Orada Nəbatat bağına getməliyik. Orada olacaq çəkilişləri. Sonra da orada piknik eləmək istəyirik. İnşallah görək necə olur. Həmişə uşaqlar seçikdə qalır. Bu da istədim biraz fərqli bir konsept olsun. Hansı ki, bilirik ki, hər bir uşağın uğur qazanmasında, onun başlıca təməli, onun valideyni deməzdim, anasıdır yəni. Çünki uşaqlarımızın 99,9%'nin bütün işlərini analarımız yerinə getirir. Onların zəhmətidir. İclas olar analarımızı çağırarıq, dağlamaq olar analarımızı çağırarıq. Yəni düşünürəm ki, hansısa müəllim nə vaxtsa ata iclasa gəlsin, ona nəsə bir söz versin. Ona görə sizi qiymətləndirmək istərdim. Deməli, bizim şirin şəkər, şıltaq ailəmizin bu nəsə gözəl Əfsanə xanım bizim çalışqan valideynlərimizdən biridir. Həqiqətən çox aktiv, nə vaxt nə vaxt təbrik edirəm. Deməli, bu şagirdimizlə haqqında çox danışmaq olar. Çox fərqli, çox nə bilim. Yəni, hələ bu şagirdə kəşf edəcəyim çox şeylər var. Gələn il yenə davam edəcəm bu kəşflərə. Biraz, belə deyim, ilin əvvəlində çox yaxşı başladı, çox yaxşı davam elədi. Biraz ilin sonlarına doğru sağlamlıq vəziyyətimiz, biraz yoruculuğumuz, həddən artıq yorulmağımız, tələsməyimiz bizə mane oldu. Belə çox yaxşı qiymətlərini almağına, amma əsas odur potensialımız var. Çalışsaq daha da yaxşı nailiyyətlər əldə edərik. Deməli, Əsma Nurun maması Tərgül xanım. Bizim yaradıcı valideynimiz. Siz sağ. Yaxşı uğurlarımız olsun. Çox sağ olun. Çox sağ olun. İnşallah bol istirahət edib gələni daha yaxşı şəkildə enerjinə bir yerdə gələk. Siz daha yaxşı istirahət edirsiniz. Öpürəm. Çox sağ olun. Piknik üçün bir-iki şey alacağım. Bunlar piknik üçün deyil. Evdə çayla pesok qutarıb, buna görə ev üçün alıram. Aldıqlarımı da bu arada yerləşdirim. Demək, cips aldım. 3 dənə. Belə. Sonra 2 dənə sok götürdüm. Bir də burada bir yaxşı yer var, şirniyyat hazırlayırlar. Oradan da belə bir qozlu şirniyyat götürdüm çayla içməyə. Bunları yerləşdirim tez. Bu arada çox gözəl keçdi səhər yeməyi. Həqiqətən yəni çox belə deyim, ləzzət elədim. Ümumiyyətlə bizim həm oğlumun sinifində, həm də qızımın sinifində valideynlər, müəllimələri yəni çox yaxşıdırlar. Hər iki müəlliməmizdən o qədər razıyam. Həqiqətən yəni belə deyim də müəlliməliyin haqqını verirlər. Heyif ki, mən çox otura bilmədim, amma çox iyi. Bütün fikrim yəni orada qaldı. Çox təəssüf ki, tez burası oldum. Dolduraq, ortalıqda qalmasın.
Kimsiz çəkilin. Getdik. Bismillah. Zaman sən paxılıq eləyir. Bu cür gözəl oğlumdur. Yollarımız. Və sizin sən VIP olma aparmalıydım. Gələcəyim milyonер. Mən onsuz da milyoneyəm ki, mənim belə gözəl anlam var. Ay ay ay. Amma birazdan siz milyoner olacaq. İnşallah. Siz mənə hanı qoydu? Bunlar niyə qəşəng yox? Buradan keçin, elə belə plakatlar var qarşısında. Uşaq meydançasını göstərir, onu da böyle piknik arası. Avtobusla oraya gitmeye. Oradan. Orada yer yok da farda oturasın. Oy, günün altına serdin. Orası nereye belki? Düz olsun. Ama yok burası. Dişim ucundan tutak da. Sonra deməsin, əlini ağdan qarıya vurmadı. Çək. Çok. Günel çok qəşəngdi. İstəyirəm bir ortağa nəsə Hə, qəşəng nə qəşəng. Həqiqətən görürsünüz iş görür. Yol verin. Bağışla var. Buradan belə sana gəlmə. Bəsdir, çox sağ ol. Fotoğraf girib içəri. Çox donsuluyor. Hardan çəkirsən çək. Düşün hala vlog çəkir, niyə elə eləyirsən? Sultan. Oy, nə qəşəngdir. Çıxmışıq, uşaqları axtarırıq. Gəlib elə yerlərə çıxmışıq ki, uşaqları yaddan çıxım. Uşaqları deyir itirməyə dəyər. Eninə çəkirəm ki, görəsən. Mənzərələr də görünsün. Hə, çox gözəldir. Bütün Bakı görsənir, hə, valla. Sizə qədər Badiyan, yeni başla. Gəlirəm. Mahnısız nə qəribə. Oğlanın 5 dəqiqə tutursun. Biraz aşağı biraz yaxınlaş. 50 manat. Ramzın səbri tükənib. Hə, baxın. Elə təcrübə görürsün. Sen yazıq, yəni gözü bəlindən Məryəm Hüseyni. Allah. Qəşəngdir. Günlərə də göstərdiniz. Baxıram, görürəm. Sen bezir bunlar. La elə də deyəm Hüseyin tutar Məryəm. Başqa çarəsi yox. Hara gedirsin? Yeni şəkil çəkdirməyə Hüseyin gül şəkillərdə. Səninlə qardaşım ürəkdən səninlə. Anı da kafası. Meryem bir sen ne yapacaksın? O diyor didedi. Ha, video var evet. Didedi. Çıktın günler. Bu qızlar belə olur. Sıfırlan. Sultanla Aysel de qəşəngləmişdilər. Ayşe. Başlatmısan. O bir selvi. O bir səndir. Hüseyin, əli verirsən, fırlat. Meryem özünü fırlatdamayıb yox. Yenimdən fikirləşim bilmirəm, necə maraqlı olsun da. Ve çıxın olsun oradan çəkin. Mənə bax, sən oradan gəl, bu da buradan. Ay Allah. Biraz miyoninlə bu sənən getsin də. Ay qəşəng. Elədir. Sən Məryəmə bax. Çox başlı çənin Hə, sən düzdür ora bax. saçda. Hüseyin, sən də qıza bax. Tez oldu ben sevdim. Mən də dayanacam yanlarında çəkərsən. Ay Sultan.
Qəşən bax Hüseyn. Çox qəşəngdir. Diyanın qızlar, mən də Diyanın vloguma. Gəl bura Hüseyn. Gəlin. Mən çəkərəm. Ortada dayanın da sizdə. Məryəm, çox keç gül tərəfə. Siz çəkin, mən çəkirəm. Siz ora baxın. Sən mənə bax. Hüseyn. Belə düşmüş amma gələ belə çəkin. Nebat, Kafkas. Ay kızlar gəlin bura. Gəlsə deyəcəm var. Kızlar olmaz sadece. Dağılışın bir gel. Dağılışın bir oğlan. İkisi seçsin ki adam olmaz. Gel bura gir bura. Şəkil çəkmək deyil, o elə ora çıxanda qoy. Siz yəni xala. Tamam siz də gəlin. Siz çəkin, Nə gözəldir. burada da oturub şəkil çəkdirə bilərlər. Təcrüdə gəl. Ağ eləmə də. Bir məkana gəlmişik. Bugün uşaqlarımızın vizitkası üçün mamalar da gəzir. Təbiəti görürük. Mənzərəli yerləri. Evə qayıdarkən bağlamalarımın çatdığı barədə mesaj gəldi və mən də dərhal gedib götürdüm. Bunlar Trendyoldan verdiyim sifarişlərdir. Tava sifariş etmişəm. Məni əvvəldən izləyənlər xatırlayar ki, əvvəlki tava və qazan dəstimi də Trendyoldan almışdım. Hətta mənim tövsiyəmdən sonra bir neçə xanım da həmin dəstdən sifariş vermişdi. Həqiqətən çox keyfiyyətli çıxdı və mən onları təxminən 4 il istifadə elədim. Yəni artıq yenilərini almağın vaxtı çatmışdı. Hər birinin linkini şərhlər bölməsində paylaşacağım. Bəyənən və almaq istəyənlər oradan sifariş verə bilərlər. Bu markadan əvvəllər istifadə etmişəm və çox razı qalmışam. Həqiqətən almağa dəyər. Təbii ki, nə qədər keyfiyyətli olsa da bu tip tavaların istifadə müddəti olur və 3-4 ildən sonra yapışdırmağa başlaya bilər. Tavaların ölçülərinə gəlincə, biri 30 cm, digəri 28, ən kiçik isə 26-dır. Qapaqlı tava isə 30 cm ölçüsündədir. Üçlü tava dəstinin qapağı yoxdur. Ölçüləri elə seçmişəm ki, digər qapaqlı tavanın qapağı digər quplu tavaya da gedir. Həmçinin köhnə tavalarımın qapaqları da kiçik ölçülü tavalara uyğundur. Daha sonra bir ətir sifariş etmişdim. Uzun illərdir eyni ətirdən istifadə edirdim. Ümumiyyətlə hər ətri sevə bilmirəm. Çünki bəziləri məndə baş ağrısı və ürək bulanma yaradır. Buna görə də uzun müddət yalnız bir ətrə üstünlük verirdim. Son vaxtlar isə həmin qoxudan bir qədər yorulduğumu hiss elədim və yeni bir ətir sınamaq qərarına gəldim. Bu ətri çox tərifləyirdilər. Ona görə sifariş etdim. Pis deyil, amma mənə əvvəl istifadə etdiyim ətri xatırlatdı. Çox fərqli qoxusu yoxdur. Yüngül və fresh bir qoxudur. Sanki hamamdan yeni çıxmış insanın üzərindəki şampun və ya duş gel qoxusunu xatırladır. Ağır deyil, gündəlik istifadə üçün uyğundur. Qutunun içərisində probniklər də var idi. Qutunun içərisində probniklər də var idi. Birincisi ətrin öz qoxusu idi. Əvvəlcə onu yoxladım ki, ətri açmadan bəyənib bəyənmədiyimə qərar verim və lazım olsa geri qaytarmaq mümkün olsun. Digər probnik isə tamamilə fərqli qoxuda idi. Onu isə heç bəyənmədim. Çox şirin idi və sonradan qoxusu dəyişərək qəribə bir iy verirdi.
Bundan başqa uzun müddətdir almaq istədiyim ölçü stəkanları da sifariş elədim. Onları da çox bəyəndim. 3 fərqli ölçüdədir və üzərlərində müxtəlif məhsullar üçün ölçülər qeyd olunub. Süd, un, şəkər, qatıq və digər ərzaqların miqdarı ayrıca göstərilib. Xüsusilə şirniyyat hazırlayarkən çox faydalı olacaq. Endirimdə olduğu üçün sifariş verdim və çox razı qaldım. Dediyim kimi bütün məhsulların linklərini şərhlərdə paylaşacağım. Bu dəfəki sifarişlərim bunlardan ibarət oldu. Məhsullar sağlam şəkildə əlimə çatdı və keyfiyyət baxımından da məni qane etdi. Belə, bugünlük də bizdən bu qədər olsun. İnşallah yeni vloqlarda, gözəl vloqlarda görüşərik. Sağ olun, Allaha əmanət olun.